Azərbaycanda su tariflərinin artırılması ilə bağlı Tarif Şurasına hər hansı müraciət edilməyib. Bunu jurnalistlər açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov deyib. O bildirib ki, əsas məqsəd sudan daha səmərəli istifadəni təşviq etməkdir. İsrafın önünü almaq və su sərfiyyatına uyğun diferensial tariflərin tətbiqidir. Hazırlanan təkliflərdə onlarla ölkənin təcrübəsi öyrənilib və beynəlxalq məsləhətçi şirkətlərin rəyləri nəzərə alınıb. Yekun təkliflər hökumətə, Nazirlər Kabinetinə və Tarif Şurasına təqdim olunacaq. Həmçinin ictimai müzakirəyə çıxarılacaq. ABŞ mümkün hücum üçün yaxın şərqə tanker təyyarələri yerləşdirib. Bu barədə Qərb mətbuatında məlumat yayılıb. Ola bilsin ki, hücum İranın yeraltı nüvə obyektləri və ya Hüsi üsyançılarının dağlarda pilotsuz təyyarələr və hipersəs raketlərinin yığıldığı bazaları ola bilər, deyə məlumatda qeyd olunub. ABŞ prezidenti Donald Trump Rusiya ilə bağlı çıxışında növbəti dəfə kağız pələng ifadəsini işlədib. Ağ Ev rəhbəri ordu rəhbərliyi ilə görüşündə bu barədə deyib. Qeyd edək ki, Trump bundan öncə də Rusiyanı kağız pələng adlandırmış, lakin sonradan bir daha belə ifadə işlətməyəcəyini vəd etmişdi. Ukrayna prezidenti Vladimir Zelenski sanksiya siyasəti ilə bağlı iclas keçirib. Ondan sonra Rusiyaya qarşı yeni məhdudiyyətlər elan edib. O xatırladıb ki, təkcə sentyabr ayında Ukraynaya 5 sanksiya qərarı təqdim edib və həmçinin Britaniya sanksiyalarını yerli yurisdiksiyasında sinkronlaşdırıb. Zelenski bildirib ki, bütün müttəfiqlərin Moskvaya qarşı sanksiya paketləri Kiyevin təkliflərini nəzərə alır. Avropa İttifaqının 19-cu sanksiya paketinin ən qısa zamanda qəbul edilməsini gözləyirik. Biz ABŞ-la birlikdə sanksiya təzyiqini daha da artırmaq üçün işləyirik. Kömək edən hər kəsə təşəkkür edirəm. Mən göstəriş vermişəm ki, müddəti bitən sanksiyaların uzadılmasına hazır olun və sanksiyaların tərəfdaşlarımızla sinkronlaşdırılması sürətləndirilsin. Bu təzyiqin təsirli olması vacibdir. Macarıstan Rusiya pilotsuz təyyarələrinin qəsdən və ya təsadüfən hava məkanını pozması halında onları məhv etməyi planlaşdırır. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib. Biz bundan qorxmuruq, onları mütləq vuracaq. Orban hesab edir ki, Qərbi Avropalıların Rusiya PUA və təyyarələrinin bir neçə ölkənin hava məkanını pozması ilə bağlı mövqeyi düzgün deyil. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova, anası Rusiyanın əməkdar artisti Irina Zakharovanın yaradıcılığından danışıb. Diplomat RIA Novosti açıqlamasında bütün əsərlər arasında ən çox 2011-ci ildə hazırlanmış həyat ağacı panelinə heyran olduğunu deyib. Bu əsərdə toxuculuq, iplik və müxtəlif materiallardan istifadə olunub. Mənim üçün xüsusi dəyəri var. Bir sözlə, mən ona heyranam. O əlavə edib ki, hazırda Milli İncəsənət və Fotoqrafiya Muzeyində nümayiş etdirilən eksponatların böyük hissəsi anasının daçasından gətirilib. Diplomat vurğulayıb ki, Irina Zakharova yaradıcılığında əldə olan hər şeydən istifadə etməyi bacarıb və bu yanaşma onun işlərinə unikal üslub qazandırıb. İsrail İranda kəşfiyyat üstünlüyünə malikdir. Bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Mahmud Nəbivyan müsahibəsində deyib. Deputatın sözlərinə görə, İsrailin kəşfiyyat üstünlüyü çox vaxt texnologiya və internet platformalarından istifadə sayəsində 90%-ə çatır. İranda bütün şəhər kameraları, o cümlədən yol qovşaqlarındakı kameralar İsrailin nəzarət altındadır və birbaşa idarə olunur. Onların bizi izləməsi istisna deyil. O bildirib ki, bu üstünlük 12 günü müharibə zamanı İran rəsmilərinin hərəkətlərini izləmək və hətta Milli Təhlükəsizlik Şurasının iclas yeni müəyyənləşdirilmək üçün istifadə olunub. Sentyabrın 28-də keçirilən parlament seçkilərində Moldova Respublikasının vətəndaşları səs verməklə Rusiyanın təzyiqlərinə tab gətirmək və öz iradələri ilə inkişaf yolunu davam etdirmək bacarıqlarını nümayiş etdiriblər. Bunu Moldova prezidenti Maya Sandu deyib. Dövlət rəhbərinin sözlərinə görə, Rusiya Kişinyovda hakimiyyət ələ keçirmək və Moldova Respublikasından Avropa İttifaqına qarşı istifadə etmək məqsədi ilə seçkilərə müdaxiləyə cəhd edib. Moldova Respublikası kiçik bir ölkədir.
Bizim heç bir metalımız və ya digər əsas resurslarımız yoxdur. Rusiya bizə nəzarət etmək istəyirdi. Əsas məqsəd Avropa Birliyi idi. Moldova sadəcə olaraq Avropa Birliyinə zərər verən platforma idi, deyə Sandu qeyd edib.